Salam, hər vaxtınız xeyir dəyərli izləyicilərimiz, hər birini salamlayırıq. Demək biz də burun nəfəs alma problemindən və görünüşündən əməliyyat olan pasiyentimizin əməliyyat masasında olan nəticəmizdir. Aha, burnun əyriliyin gördüyünüz kimi sağa meylidir və burnun əvvəli bu və əməliyyat nəticəsi də gördüyünüz kimi göstərir. Burun əvvəl sonra nəticəsidir və real olaraq hal-hazırda pasiyentimizi siz görə bilərsiniz. Demək, əsl üzünə yaraşan təbii bay burnudur. Özü dəstəyi yaxşı. Bəli. Əsas odur ki, pasiyent nəfəs alır, dəstəyi yaxşıdır. Bir də üzünə yaraşan təbii kişi burnudur. Bir də pasiyentimizin öz dilindən soruşaq. Nəfəs almaqda çətinlik çəkirdim. Allah razı olsun. Aha. Çox gözəl. İndi burnun necədir görünüşü? Şiş də olmadı demək olar ki, burnumda 2 gün oldu. Görünüş bə? Bəyənirsən? Görünüş də çox xoşuma gəldi. Bə nəfəs alma problemin varmı əvvəlki ilə müqayisədə? Xeyr, indi çox rahat nəfəs alıram. Bəli, hər zaman da Bəli, hər zaman da Ramil doktor deyir ki, məndə bizdə əməliyyat olan pasiyentlərin 99% yox, 100% nəfəs alma problemi heç vaxt olmayacaq. Estetik görünüşündən də həm pasiyentin əməliyyat öncəsi fikirlərini alıram, həm də ki, üzünə yaraşan bir burun forması edirəm. Şükür Allah ki, ona görə də heç bir narazı pasiyentimiz yoxdur.